Buyurun. Hər vaxtınız xeyir təkrardan. Mən Günəş Rəhimova. Keçən bir müraciətim olmuşdu. Çox sağ olsunlar. Müraciətimə hədsiz dərəcədə maraq gəldi. Bu Medikal TV Bizimlə Dəyiş proqramı ilə bağlı olaraq Rəna Hidayətova Amil qızı ilə bağlı olaraq keçən bir çəkiliş olmuşdu. Zərər çəkən xanımlar var ki, onlar da mənimlə əlaqə saxladılar. Mən ən azından pulumu itirmişəm, ala bilmirəm, bir ildir kreditini ödəyirəm. O xanımların həm canlarına zərər vururlar. Bu Medikal TV Bizimlə Dəyiş proqramı. Həm də pulları gelib. Bugünkü gündən maddi, nə də mənəvi olaraq təzminatlarını heç bir şəkildə də geri ala bilməyiblər. Onlar da hətta bu proqramla bağlı olaraq özlərinin göndərəcəyi faktları da mən verəcəm Sara xanıma. Onların hamısı təqdim olunacaq. Mən buradan Daxili İşlər Nazirliyinə, bütün güc strukturlarına, bütün korrupsiyaya qarşı da struktura, bütün hüquq mühafizə orqanlarına müraciət eləyirəm. Bizimlə Dəyiş proqramı, Medikal TV, Med TV, Rəna Hidayətova Amil qızı, hal-hazırda Med TV-nin yayımladığı Yeni Səhər verilişində aparıcısı olaraq fəaliyyətini davam etdirən xanım. Bu xanım haqqında çox ciddi tədbirlər görün. Mənim kimi imkansız xanımları tapıb, əməliyyat etdirib, canlarına, sağlığına zərər vurub, maddi mənəvi ki, mənim pulumu da alıb, bir ildir verməyən, məni təhqir eləyən, necə olur ki, mənim pulumu alıb yiyən bir insan mənə deyir, adam balası olaydım. Mənə deyir, get sənin layiqin budur. Sizi əməliyyat etdirməli idi? Bəli, etdirməli idi, etmədi. 3 dəfə təxirə saldı. Mən də baxdım ki, bu məsələ fərqli yenə gedir. Çünki mən götürdüyü bir xəstəxanada ki, məni orada güya müayinə edəcəkdi. Orada Almaniyadan gələn bir pasiyent var idi. Səsini atmışdı başına. Onu bir şəkildə yola verdilər, göndərdilər. Qadın xəstəlikləri üzərinə onu da əməliyyat etdirmişdi. Nəsə yerində deyildi. Xanım Almaniyadan gəlmişdi. Azərbaycanlı idi onlar da. Mən onda anladım, amma yenə də sustum. Dedim, bəlkə məndə olmaz deyə, amma başıma gəldi. Mən şikayətim davam edir. Hal-hazırda xanımlar da mənim səsimə səs verir. Bugünkü gün mən bütün Daxili İşlər Nazirliyi daxil, bütün hüquq mühafizə orqanlarına öz şikayətimi bildirirəm, xahiş edirəm, çox ciddi tədbirlər görün. Sosial mediada bu cür dələduzluq, insanların cibinə girib, oğurluq edib, insanları təhqir edərəkdən, insanların o, necə deyim, maddi durumlarını, vəziyyətini hiçbir şəkildə göz önündə görməyərəkdən, insanlara bu cür zərər verən dələduzluq projələrinə bir əl qoysunlar. Oldu, çox sağ olun. Buyurun.